Salam əziz tamaşaçılar. Bugün biz Gülüstan Sarayındayıq. Gülüstan Sarayında Türk dövlətlərinin Azərbaycan QHT-ləri ilə görüşü çox möhtəşəm keçdi. Burada QHT rəhbərləri var. Buyurun, özünüzü təqdim edin. Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev. Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev. Həqiqətən bu günləri çox gözəl bir mövzudur, çox aktual bir deməli Gülüstan Sarayındayıq və burada qeyri-hökumət təşkilatları, eyni zamanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin təşkilatçılıqla bu keçirilən tədbir çox təqdirə layiqdir. Çünki burada çox insanlarla biz tanış olduq. Eyni zamanda Türk dilli dövlətlərin üzv olan təşkilatların bir araya gəlməsi, müəyyən fikir mübadiləsini aparması və mən belə hesab edirəm ki, bu günləri Azərbaycan xalqı, Azərbaycanın dövləti, dövlətçiliyi, eyni zamanda apardığı siyasət bu günləri QHT-lərdə də böyük rol oynayır və mən belə hesab edirəm ki, bu Türk birliyinin bugünkü gündə təşkilatı baxımından bir araya gəlməsi bu müsbət haldır. Ona görə də mən çox təşəkkür bildirirəm və eyni zamanda burada bir çox Türk yönlü bəyanlarda bunu diqqətə çatdırır. Türk dövlətlərin bir çox nümayəndələri bu forumda iştirak etmir. Mən bilmirəm, hansı səbəbdən ki, dəvət olunur. Məsələn, və təkrar olmuş, Şahin Məzər təsdiqləyən Suriya dövlətidir. Eyni zamanda